السلام عليكم يا شباب في سبيل الله. السلام عليكم يا أهل الدار قوم المؤمنين. Şuşurlar yapsın, yapçısın. Esselamu Aleyküm ya sahibi merkez. Uşaqlar gəlsin. Bismillahirrahmanirrahim. Şan mutesaddiyan min khşyetillah ve şehaden ve rahmanirrahim. Sallallahu esmaul husna. Lillahi rabbil alamin. والعاقبة للمتقين الصلاة والسلام على سيدنا ونبينا وتوفنا إلى الحق ولا طريق المستقيم واعف عنا واغفر لنا ورحمة مولانا فانصرنا على القوم وإماما بفضلك وبجودك وكرامك يا أكرم الأكرمين لا سيما اللهم إني أسألك من السلامة من كل دار. Yerimiz, hürmet elədiyimiz yer. Tüm dünyanın xalqının onlara hürmet elədiyi bir məkandayıq. Şamaxı Şəhidlər Xiyabanındayıq. Hər birinizə təşəkkür edirəm. Hər birinizə xoş gəlmisiniz deyirəm. Hər birinizdən Allah Taala'nın xoş niyyətlərini arzu edirəm. Hörmətli qonaqlar, əziz cəmaatımız. Bir xahişim var sizdən həmişəki olan xahişdir. Bir dəqiqəlik sükutla bütün şəhidlərimizin xatirəsini yad edək. Sonra tədbirimizi davam etdirək. Çok sağ olun, teşekkür ederim. Allah rahmet eylesin. Hürmetli Fariz Bala, bugün bu izdiham senindir. Her gün izdihamdır. Her gün izdihamda Şamaxı Şəhidlər Xiyabanında. Nəinki Şamaxı Şəhidlər Xiyabanında. Ben bir neçə ay bundan qabaq çöl kəndlərində olmuşam. Orada da, Göylərdə olmuşam. Orada da, Məlik Çobanında da, istər Qurttepe'de her yanda, Şərədildə de her de şəhidimiz varsa orada izdihamdır. Bugün de burada izdihamdır hörmətli cemaat. İzdihama yığışmışsınız. Allah Teala sizi var eləsin. Siz büyük kuvvetsiniz. Xalqımız, cemaatimiz büyük kuvvet. Allah cemaatimizi, xalqımızı həmişə el arasında, xalq arasında, prezidentimin arkasında eləsin ya Rabbim ya Resulallah. Hörmətli Şahverdi qardaş, bu günləri Fariz Balamın baxır, sen solundasan, bacım sağındadır, anası sağındadır, xalq onun qarşısındadır, şəhid ataları, şəhid anaları onun yanındadır, Şamaxı rayon axundu, hörmətli Hacı Mərhəmət həmişəki kimi mənim yanımdadır. Bu işe baxan üzrə Şamaxı rayon şöbəsinin müdiri, hörmətli Cəlal müəllim mənim yanımdadır. Şəhriyar qəsəbə komandiri, hörmətli İskəndər müəllim burada mənim yanımdadır. Eyni zamanda Şamaxı rayon hərbi komisarının birinci mavini mənim yanımdadır. Bu günləri qonaq yoxdur. Hamı bir qazanın insanlarıdır. Hamımız bir qazandanıq. Hamımız bu vətəndaşın, bu ölkənin evladı olub olmaqla bərabər Fariz Balamızın yanındayıq. Allah Teala her birinizden razı olsun. Bu günləri xəstəxanadan da bəli bilirsiniz ki Fariz Balam həkim olub. Xəstəxananın həkimləri də buradadır, hörmətli hacımız buradadır. Allah ona can sağlığı versin, ona başında da dəstələri də buradadır. Hacı Rızvan buradadır. Deməli, her şey öz qaydasında, her bir şey öz xoşu ilə və eyni zamanda hörmətli Fariz Bala qarşısında Şamaxı rayon ağsaqqalı Ağacdan müəllimdir. Elin xalqının qarşısında. Hər birinizə təşəkkür edirəm. Hacı Mərhəmət mənə gələ mənə dedi ki, birinci növbədə heç kimə söz verməmiş uşaqlar səni olar. Buyur bala. Vətən namı. O şahs şey dedi. Gəlsin şey deyəm bala. Nə, ulduz sönməyib, əbədiləşib, şəhidin ruhudur hər zərrədə. Qartal tək ucalıb göy üzünə, eğilməz bir dağsan igidim mənim. Torpaq səni bağrına basanda da, bayraq dalğalanır qalibim mənim. Sən getdin amma izlərin qaldı, ürəkdə adınla bir vətən doğdu. Anan dua etdi, dağlar eşitdi, Azərbaycan səni oğlum çağırdı. Buyur.
dinlə məni, düşün biraz. Minlərin son nəfəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an, keçsə də çox uzun zaman. Düşmənə dilədən aman, o ordunun məhd kəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş, məni bilənlərdən soruş. Cəsarətli o mərd duruş, kimsə tez unudulmuş, o hərbin xatirəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm. Mən yetim qalan uşağım, mən yetim qalan uşağım, mən odu sönmüş ocağım, mən namusu Qarabağın, Şah babamın nəvəsiyəm. Bugün torpaq altda yatan həmin şəhidin səsiyəm, həmin şəhidin səsiyəm. Dostlar ol, buyur. Titrək əllərinə alıb şəklini, ah çəkib ağlama şəhid anası. Dizlərin üstündə əyib belini, sellər tək sağlama şəhid anası. Baxırsan gəldiyi cığıra izə, quzu otardığı çəmənə düzə. Yaralı könlünü hey üzə-üzə, dünyanı dağlama şəhid anası. Buyur. Salam şəhid anası, mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa, Kəlbəcər alar. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Salam şəhid atası, sən necə qürurlusan? Dağ boyda oğlun gedib, yenə də dik durmusan. Ağappaq saçlarından nur saçılır nur ata. Hər zaman qürurlu ol, həmişə dik dur ata. Salam şəhidin bacısı, dağ gördün, dağ itirdin. Üzü nurlu bir igid, arxa dayaq itirdin. İndi bütün igidlər qardaşındır ay bacı. Sən şəhid bacısısan, sənə yoxdur tay bacı. Salam şəhidin yarı, bilirəm darıxırsan, bir ümid gələr deyə pəncərədən baxırsan. Bilirsən gəlməyəcək, yol yoxdur daha geri. Şəhid olub igidin, cənnətdir onun yeri. Sən ey şəhid övladı, boynunu bükmə qəti, çünki heç bükülmədi atanın şux qaməti. Şəhiddir sənin atan, ay ölkəmin çırağı. Şəhidlər ölməz axı, şəhidlər diri qalar. Çox sağ olun. Təşəkkür ederim sizi hazırlayan müəllimə və eyni zamanda müəllimliyə. Hörmətli cəmaət. Şamaxı şəhər 6 saylı məktəbinin kollektividir. Rəhbərliyi də buradadır. Çox sağ olsun. İndi mən başqa cürə çıxmasın. Babək də orada özü təşkil edib. Sağ olsun. Rəhbəri də burada. Mələk xanım buyur bir neçə kəlmə. Sonra sizə icazə verirəm gedə bilərsiniz. Ceyhun müəllim buyur. Şəhid atası. Yox. Sən elə insansan ki. Hər biriniz xoş gəlmişsiniz. Boyunları, farlı olan, anıl gününə. O ailənin tək qoyulmamışsınız. Onlara təsəlli Hacı Azxan kəs bəri. Bizə təsəlli olmaq deməkdir. Fariz bala bilirsiniz ki, qəhrəmandasının şəhəri olur. Siz təhnaşınız belə bir həkim olur. Balalarımız bir yerdə xidmət keçirlər. Fariz şəhid olandan sonra bizim yaralı əsgərlərimiz şəhid olurlar. Fariz şəhid olmayana qədər bütün yaralılara kömək edilir. Qoymurmuş şəhidlərimiz olsun, yaralılarımız dünyasını dəyişsin, qoymurmuş. Fariz şəhid olandan sonra yaralılar da qan axmadan dünyasını dəyişir, şəhid olurlar, balalarımız. Allah şəhid balalarımızın ruhunu şad eləsin. Onlar bizim qəhrəmanlarımızdır. Tarix belə balalardan yetişdirir, yenə də yetişdirəcək. Yəni bizim belə qəhrəman evlatlara ehtiyacımız var, xalqın ehtiyacı var. Həqiqətən də xalq qəhrəmanları ilə tanınır. Allah qazilərimizə şəfa versin, can sağlığı versin. Allah veteranlarımıza can sağlığı versin ki, getdilər xalqımızdan ötürü, bizdən ötürü getdilər, döyüşdülər, düşmənlə döyüşdülər. Düşmən bilirik ki, erməni bizim düşmənimizdir. Amma daxildə o qədər düşmənimiz var ki, Allah tezliklə onların bəlasını versin. Tezliklə Allah onların balaların heç xeyrini görməsinlər. Biz şəhid valideynləri düşünmədən, Xahiş edirəm tədbir gözümüzü gedir. qırpmadan biz balalarımızı verdik bu devlətdən ötürü. Balalarımız düşünmədən canlarından keçdilər bu devlətdən ötürü. Amma baxıb görürəm, bəzi hallarda şəhid ailələrinə hörmət olunmur. Elə qurumlar var ki,
hökumət idarələri var ki, orada hörmət olunmur şəhid ailələrinə. Mən şəxsən utanıram ki, mən cibimdə Yeni Azərbaycan Partiyasının biletini daşıyıram. O məmur da cibində Yeni Azərbaycan Partiyasının knişkasını daşıyır. Belə hörmət olmur. Bütün el, oba, hər biri şəhidinə və şəhid ailəsinə dəyər verməlidir. Onun hörmətini saxlamalıdır. Hər birimizin də hava şəraitindən asılı olmayaraq, hər birimizin də borcumuzdur burada gəlib iştirak eləmək. Balacadan böyüyə qədər. Biz onların sayəsində gəldik, bu yerə çıxdıq. Amma sonradan baxıb görürsən, elə hallarla, hadisələrlə rastlaşırsan ki, heyfsilənirsən ki, heyf balalarımızdan gör necə balalar verdik, bəbəyimizi verdik. Gedib kimə desən ki, balı ver, bəbəyin verər, balasını verməz. Vallahi ki. İnsana parmağına tikan batır, insanın qalır ufulduya, toyuğun itirir qalır. Bu boydana bala vermişik. Amma baxıb görür ki, bəzən hörmət qoymurlar. Cəmiyyətdə də elə, idarələrdə də. Şəxsən mənə xoş gəlmir bu hərəkətlər. Mən düşünmədən balamı vermişəm bu xalqdan, bu devlətdən ötürü. Bu günləri bura çox insanlar gəlməlidir. Tək bu şəhid Fariz üçün yox, bütün Ceyhun üçün, Sabir üçün, Naiq üçün, Zöhrab üçün, bütün şəhidlərimiz üçün hamı izdiham olmalıdır burada. Onların biz başımızın tacıdır. Onların sayəsində bizim ölkə başçımız dünyada alnı açıq, üzü ağ gəzir. Bizim xalqımızın başını uca elədi bu balalarımız. Onları düşünmək lazımdır. Bizim xalqımızın gələcəyin kişilik fundamentin qoydu bu balalarımız. Qadınlar, yoldaşları gəlinlərə nümunə oldu, anaları analara nümunə oldu. Onu dəyərləndirmək lazımdır. Hər birinizdən Allah razı olsun. Gəlmişsiniz, balalarınızın xeyrini görəsiniz. Bala ağrısı, acısı çox çətindir. Mən heç bir valideynə arzulamıram ki, evladla sınağa çəkilsin. Biz çox danışa bilərik biz balalarımız haqqında. Sözümüzü biz balalarımızla demişik. Allah şəhid balalarımızdan milyon dəfə razı olsun. Milyon dəfə razı olsun. Allah xalqımıza, elimizə, obamıza bərəkət versin. Çox sağ olun, var olasınız. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Qardaş, bir neçə kəlmə. Onsa mən deyirəm. Bir neçə kəlmə. Çox sağ ol, hörmətli ziyarətçiləri. Şəhidlər barəsində çox danışmaq olar. Fariz bir mənim evladımdır, bütün Azərbaycan xalqının evladıdır. Allah sizin ziyarətinizi qəbul eləsin. Amin. Çox sağ ol, bugünkü gündə də bizi təşrif qoymamız. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Allah razı olsun. Ayşə xanım, anası danışan deyil. 5 ildir mənlə bir yerdə danış. Buyur. Mən də bura gələn tədbir iştirakçılarım, hörmətli axındımız, hörmətli ağsaqqalımız, icra nümayəndəsi, hörmətli həkimlərimiz, qıraqdan gələn qonaqlarımız, əziz qardaşlarım, şəhid ataları, əziz bacılarım, şəhid anaları, hər birinizi salamlayıram. Əziz qardaşım Şahverdi qardaş, bacım Xəzəngül bacı, Baluzun Allah yerini cənnət eləsin, məqamın ucu eləsin. Allah biz şəhid atalarına, analarına səbir dözüm versin. Allah qalan balalarımızın xeyrin bəhrəsini bizə göstərsin. Allah heç kəsə bala dağı göstərməsin. Allah Azərbaycan xalqını qorusun. Əskərlərimizi qorusun. Allah prezidentimizi, onun xanımını qorusun. Sağ olun ki, bizləri bugünkü gündə tək qoymadınız. Var olasınız. Bütün şəhid balalarımın qarşısında baş əyirəm. Çox sağ olun, təşəkkür edirəm. Hörmət. Allah razı olsun. Bir ədib yazır ki, həyat var ki, ölüm qədər zəhərli, ölüm var ki, həyatdan da dəyərli. Bu şəhidlərimizin ölümü həyatdan dəyərlidir. Hamımız öləcəyik. 80 yaşında, 90 yaşında bu çarpayda can verəndə biz bu şəhidlərimizə qibtə eləyəcək ki, kaş biz də şəhid olayıq. Kaş biz də vətən uğrunda dünyamızı dəyişəyik. Görək Allah nədir Quran-ı Kərimdə? Allah buyurur ki, şəhidlərə ölü demeyin. Bəxır balamız deyirdi ki, bu müəllifin sözüdür, şəhidlər torpağın altında. Xeyr, şəhid torpağın altında deyil. Şəhid Allaha qoşur. Quran belə buyurur. Şəhidlərə ölü demeyin. Onlar Allah qatında ruzu sahibidirlər. Siz bundan xəbərsizsiniz. Bəli, şəhidlər ölü deyil. Mən şəhid analarına, şəhid atalarına təsəlli üçün 3 dənə gözümün şahidi olan faktdan danışmaq istəyirəm. Xaşiyəm söhbət yeridir. Əvvələn bu Fariz Şahverdi oğlu deyil.
Fariz bütün Azərbaycan xalqının oğludur. Ümumiyyətlə bütün şəhidlər xalqımızın, millətimizin oğludur. Hamımızın ciyərparasıdır. Allah onları rəhmət eyləsin. Mən deməli bir qadın deyir ki, şəhidin yerini dəyişmək lazım olub. Ağarza müəllim, nəyimə qoyub uşaqlardır. Şəhidin yerini dəyişmək lazım olub Bakıda. 8 aymış şəhid dünyasını dəyişilmiş. Anaya deyirlər ki, ana sən gəlməklə, orada o narahat mənzərdən pis olacaq. Deyir, yox, mən orada olacağım. Balamın yeri dəyişəndə mən orada olacağım. Ana özü danışır. Deyir, məzar açıldı, mən birinci tullandım balamın yanına deyir. Açdım deyir ki, efendim, sanki dünən yatmışdı bu adam. Analara deyir ki, analar, bundan sonra şəhid bağlar üçün ağlamayın. Mən balamı necə qoymuşdumsa, biz həkim idi, 8 ayda meyitdə heç bir dəyişiklik olmamışdı. Sanki dünən yatmışdı. Yəni şəhidlər ölü deyil, şəhidlər Allah qatında həmişə Peyğəmbər iman səviyyəsindədir. İkinci bir hadisə. Bir nəfər Bakının Başdağı kəndinə yazır ki, narahat bir ömür yaşayırdım. Narahat bir ömür yaşayırdım. Yəni Allah'ın bəyənmədiyi bir əməllə məşğuldum. Gedim 44 günlük müharibəyə şəhid olum. Mən günahlarımı yox. Kişi deyir, Qubadıdan şüşəyəcən vuruşdum deyir. Güllə yağır üstümüzə, qalxıram ayağa ki, güllə dəysin mənə, o çirkin həyatımı təmizləyim. Sağımdakı, sondakı şəhid olurdu, mən şəhid olmurdum. Şəhidlik də bir Allah'ın deməmişdən qismətiymiş, bir təqdiriymiş. Üçüncü bir hadisə. Üçüncü bir hadisə, mən Peyğəmbər Efendimiz buyurur ki, ölümü duyan insan, ikinci də bu həyata gəlib ölmək istəməz. Yəni sıradan ölənlər elə bir acı yaşayır. Ancaq şəhidlər, elə bir hal yaşayır ki, öləndə dəfələrlə bu dünyaya gəlib şəhid olmaq istərlər. Mən bunu oxumuşdum, anda görməmişdim. Bir şəhid can verir. Şəhidə güllə dəyib, göstərlər internetdən. Həkim əmdə qanaxmadan yavaş-yavaş bunun rəngi bənizi soğulur. Bu şəhid, o çəkən adama barmağını belə göstərir. Orada nə hal görürsə, əlim belə göstərir ki, mən onda bildim ki, Peyğəmbərimiz deyən həqiqətdir. Analarıma deyirəm, atalara deyirəm, sizin evladınız şərəfli bir həyat yaşadı, şərəfli bir ömür qazandı və şərəfli bir həyatları şərəfli ölümlə bitirdilər. Siz fikir eyləməyin, çünki siz gözəl hər ağacın qiyməti onun meyvəsi ilə ölçülər. Siz şəhid valideynisiniz. Həmişə başınızı dik saxlayın, şərəfli həyat yaşamısınız, şərəfli həyatınızı da şərəfli ölümlə bitirin balanız kimi. Fikir eyləməyin, çünki onlar ölü deyirlər. Allah onları rəhmət eyləsin, ruhları şad olsun. Allah sizə bağlarınızı xeyrin göstərsin, qalan bağlarınızı. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli Azər çıxan bu dolğun düzgün halal çıxışınız üçün təşəkkür edirəm. Şəhid anası, Nəcmə xanım, buyur. Allah köməyiniz olsun, Allah sizləri var eləsin, böyrüdən əski eləsin. Allah şəhərlərimizin məqamımızı eyləsin. Yerin cənnət eləsin. Allah o şərəflə biz gözləyir, biz şərəflənir. Amma bizim deyilən şərəflə də Azərbaycan xalqı bizim qədrimizi bilsin. Biz bala vermişik. Evin bir oğlu 23 yaşında subay bir bala vermişəm. Hamı burada olmalıdır. Amma bilir Bütün qədrinizi. Azərbaycan xalqı burada olmalıdır. Amma qədrinizi bilir. Hamı da bilir qədrimizi. Amma bundan sonra yaxşı bilməlidir. Elhamdülillah. Çox sağ olun. Çünki getdikcə bizim yaramız dərinləşir. Çok sağ ol. Sabahla Ceyhun Allah koysa hanım günü de Allah tüm şehitlerimize kanı gönderir. Rahmet olsun. Allah selamlarsın. Çok sağ olun. Teşekkür ederim. Çok sağ olun. Hürmetli cemaat. Merikent Kənd Orta Məktəbinin bütün kollektivləri buradadır. Merikent Qaravəlli bütün de o kətlərin icra nümayəndəsinin sədri hörmətli Zöhrə müəllim buradadır. Hər birinizə teşekkür ederim. Şəhid atası. Faiq müəllim buyur. Asakla çok sağ olun. Evvela burada işlenen kardeşlerimiz, həkimimiz, balalarımız çok sağ olsunlar ki, yaxşı değerli sözler danıştılar, dediler şəhidlərə ait. Biz de Fariz balamız, mənim də oğlum Hüseyin Əbdülmədələrin şəhididir. Allah hər birinə qəni-qəni rəhmət eylesin. Amin. Məkanları cənnət olsun, nur olsun. Mən bir dənə söz demək istəyirəm yenə. Vallahi bilmirəm indi necə qəbul edəcəksiniz. Onlar bizim övladlarımızdır, düzdür. Onlar tutduğu yolu tutdular, şəhadətə ucaldılar. Amma biz də onlara layiqli bir ata, ana, övladın filan kəsin Şəhid Şıxəliyev Farizin atası kimi. Yəni Şəhid Şıxəliyev Farizə layiq övlad, ata, ana olaq. Yəni ki, Naiqə balamız öz oğlum üçün deyirəm, başqası üçün deyirəm, hamısı mənim balamdır. Onlar çəkdiyi əziyyətləri,
Özləri bilir, qurban olduğum Tanrı bilir. Sözlərini dedilər, getdilər. Necə lazımdır həyatdan. Qalan balalarına, Fariz balamızın balası da qalıb. Allah onu qalan ömrünün belə balasına həvalə olsun. Allah belə anasına layiqli evlad olsun, atasına layiqli evlad olsun. Adın ucalarda gəlsin həmişə. Biz də balalarımıza layiqli ata-ana olalım. Hörmətli yoldaşlar, çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm. Hörmətli cəmaət. Burada bu boyda izdihamdır. Burada tələsən də olacaq. Sonra çox tələsən yoxdur. Amma belə bir vacib işi olan var ki, işi var. Bu günləri mən qeyd elədim tədbirin əvvəlində. Şəhriyar qəsəbə komissarı, hörmətli komandirimiz buradadır. Buyursun bir neçə kəlmə, sonra icazə verirəm ona getsin. Bütün şəhid valideynlərin, tədbir iştirakçılarını salamlayıram. Bugün biz üçün elə bir gündür ki, iki müqəddəs, ali, şərəfli peşəni daşıyan bir qardaşımız, Fariz qardaşımız iki peşəni, həm həkimliyi, həm hərbiçiliyi daşıyıb və o yekunda da ən uca zirvəyə, şəhidlik zirvəsinə ucalıb. Bugün şəhidimizin bu ziyarətində iştirak etmək biz üçün fəxrdir. Allah səbir versin şəhidimizin anasına, atasına, bütün şəhid valideynlərinə. Allah səbirlərin versin, şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəfa versin. Allah Ali Baş Komandanı qorusun, ordumuzu qorusun, millətimizi qorusun. Bəlalı günləri, pis günləri o respublikamızın, xalqımızın başı üstündən uzaq eləsin inşallah. Təbii ki, bu tədbirdən vacib heç bir ola bilməz. İkinci bir şey qeyd elədi ağsaqqal, amma biz hal-hazırda mən xidmətdəyəm, müəyyən bir tapşırığım var, üzrlü sayın. Buyurun. Çalışacağım yenə təkrar iştirak Çox sağ olun, təşəkkür edirəm. Hər bir xalqına təşəkkür, çox sağ olun. Hörmətli şəhid valideynləri, hörmətli şəhid sevən xalqımın ümidi oğlanları, namus xanımları, hər birinizi Allahdan can sağlığı diləyirəm. Bugün hər birimizə bəllidir ki, bizim qəhrəman şəhidimizin şəhadət günüdür. Allah Fariz bacımız balasının, qardaşımız balasının simasında bütün şəhidlərimizin məkanı cənnət eləsin. Məndən öncə çıxış edən şəhid atalarını, başqa şəxslərin hər birinin fikrini hörmətlə dinlədim və hər birinə böyük öz təşəkkürümü bildirirəm. Həqiqətən də bu şəhidlər ömürləri qısa oldu, yeni tarix yazdılar. Şəhid bağlarının hər birimizin qurumumuz yerdir. Baş tacımızı, ümumiyyətlə mən şəhidlər haqqında fərdi danışmağı sevirəm mən buyuram. Çünki onların bir adı var şəhiddir, onların hər biri bizim baş tacımızı. Mən ümumiyyətlə o şeydən çox öz fikrimi deyirəm. Belə bir fikirlərə böyük nifrət edirəm. Şəhidin bir adı var. Ay mənim oğlum kapitandır, ay mənki falan kəsi. Bir adları var. Onlar az yaşadı, kişi kimi yaşadı. Sağ olun, xalqın, millətin, şəhid-sevər insanlar. Aksaqqal, rayonumuzun hacısı, Cəlal müəllim, hər bir üzrə, həkimlər, ümumiyyətlə müəllimlər, tələbələr. Mən də sizlərin hər bir üzrə can sağlığı duyuram, ölənlərinizə rəhmət diləyirəm. Bəli, həyatın talihi belə oldu. Bizim qəhrəman şəhidimizin yadigarı var. Allah o əmanətini qorusun. Mən şəhidimin yoldaşına da, bacıma da, qızıma da Allah'tan səbir deyirəm. Kızım, Allah sömür versin, o gül balon xeyri görəsən. Şahverdi qardaş, Xəzən Gülbazı, sizlər başda olmanı hər birimizə dözməliyik. Şəhid anaların qarşısında baş əyirəm. Şəhid atalarına, dərd ortalarıma hər birini Allah'tan dözməli deyirəm. Hər birinizə can sağlayıram. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun Nurhan müəllim. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli cəmaət, qonaq. Qalib buyur şəhid atası. Çok sağ ol Aksaqqal. Ben de bütün tədbir iştirakçılarını salamlayıram. Gələn qonaqları, dəyərli şəhid valideynlərini salamlayıram. Allah Fariz balamıza qəni-qəni rəhmət versin. Allah şahverdi qardaşlarından sizlərə ömür versin, səbir versin, balalarımızın, qalan balalarımızın, nəvələrimizin xeyrini görəsin. Nabi qardaşım balamız həkim olub, həm can qurtarıb, həm də özü də şəhadətə uzalıb. Bu Allah onun məkanın cənnət məqamını da eləsin inşallah. Allah
Fariz balamızın timsalında cəm şəhidlərimizə rəhmət eylesin, valideynlərinə səbir versin. Allah ordumuzu qorusun, dövlətimizi, dövlətçiliyimizi qorusun. Amin. İçərəcə bayrağımızı daim ucalarda dalğalansın. Allah hər birinizdən razı olsun. Çox sağ olun. Natiq müəllim, şəhid atası, buyur. Natiq müəllim. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Şəhid atası kimi. Fariz balamızın məqamı ucaq olsun, məkanı cənnət olsun, Şahvərdə qardaş. Allah yerin cənnət eləsin. Onun timsalında cəmi şəhidlərimizin məqamları ucaq olsun. Bunlar dövlətimizə, millətimizə zəfər yaşatdılar. Millət, vətən, torpaq üçün bunlar canlarını fəda elədi. Təbii ki, biz şəhid valideynlərinə ayrılıq, millətimizə isə açıq səma gətirdilər. Allah onlardan dönə-dönə razı olsun. Bugünkü günə bizə, millətimizə bəxş eləyən qardaşlar da Allah onların yerlərini cənnət eləsin. Onun timsalında cəmi şəhidlərin yeri, məqamları ucaq olsun. Dövlətimiz, dövlətçiliyimiz var olsun. Ordumuz güclü, qüdrətli, basılmaz, ayıq-sayıq olsun. Millətimiz də ki, hərbi vətənpərvərlik ruhda olmalıyıq. Çünki bu bədnam qonşular bizi ilə zaman-zaman qonşuluq edəcəklər. Ona görə də Allah hamımızdan razı olsun. Biz şəhid valideynlərinə də səbir versin. Amin. Sağ olun, var olun. Xan Məmməd, bir neçə kəlməni keçirəm qonaqlara. Buyur. Çox sağ olun, Ağarca müəllim. Şəhid atası. Bu 5 il ərzində bizim yanımızda olursunuz. Allah köməyiniz olsun hər birinizə. İcra nümayəndələrinə. Öz təşəkkürümüz verir. Bu günləri Şaliyev Fariz balamızın timsalında Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Hər biri qəhrəmandır. Şahvərdi qardaş, Allah sənə bolluca səbir versin. Fəzən ana, Allah sizə bolluca səbir versin. Bu şəhidlər haqqında çox söz danışmaq olar. Hər biri qəhrəmandır. Allah məkanlarını uca eləsin. Çox sağ ol, təşəkkür edirəm. Sağ ol. Farizin dostları, iş yoldaşları buradadır. Çox sağ olun ki, bizə yığışmışıq. Allah bütün cəmi şəhidlərimizə rəhmət eləsin. Fariz həqiqətən də gözəl yoldaşıdır. Demək olar ki, son günlərə qədər bir yerdə xidmət eləmişik, bir yerdə döyüşmüşük. Mən yəni onlara görə danışacaq sözüm yox. Həqiqətən onlar elə bir uca zirvələrə qalxırlar ki, biz onların haqqında artıq danışmanın yeri yoxdur. Bir daha şəhidlərimizə Allah rəhmət eləsin. Onların da valideynlərinə, hər birinə uzun ömür, can sağlığı versin. Qarabağdan məktəb uşaqları Onların hər birinə səbir versin. Qarabağdan məktəb uşaqları keçir. Çox sağ ol, təşəkkür edirəm. Titrək əllərinlə alıb şəklimi. Ah çəkib ağlama, şəhid anası. Dizlərin üstə əyib belimi, sellər tək çağlama, şəhid anası. Ruhi ildırımda şimşəklərdədir. Qarabağdan əsən küləklərdədir. Həsrətli, ümidli ürəklərdədir. Çox matəm saxlama, şəhid anası. Yoluna su səpim, göz yaş sıxım. Çəkməndə torpaq var, torpaq bir sıxım. Ver əsgər, çəkməni köksümə sıxım. Çəkməsində çiçək bitən şəhid. İgid poladımla hər an qoşasan. Sən elə Ağdamsan, elə Şuşasan. Can fəda etdin ki, vətən yaşasın. Bayrağa bürünüb dönən şəhidim. Düşünmə ki, odumsun. Günəşə dönmüşəm ana. Bir ovuc torpağa dönüb, mən vətən olmuşam ana. Axtarma yollarda məni. Demə rüzgar tufan olub. Demə gülüm qönçə solub. Buxarlanıb bulud olub. Gözünə qonmuşam ana. Axtarma yollarda məni. Sübh səhərin mehi kimi. Göy çəmənin şehi kimi. Yandıran can ahı kimi. Köksünə dolmuşam ana. Axtarma yollarda məni. Çox sağ olun. Hə, deyirsən ki, Mərdliyin, icidliyi, şəhadətin mübarək. Mərdliyin, icidliyin, şəhadətin mübarək. Dedilər şəhid olub, mübariz tək, polad tək. Solub o gündən bəri, gözümüzün sevinci. Getdi səninlə birgə, qəlbimizin sevinci. Tutmur qaysaq yaralar, gözlərim qan ağlayır. Bu gedişin bir bilsəm, məni necə dağlayır. Şəhid oldun, ay Fariz, adına qurban olum, vətəni azad etdim. Sındı qolum, qanadım,
necə döşsün ürək? Ürəyi paramparça, necə döşsün analar? Necə döşsün analar? Çox sağ olun. Təşəkkür edirəm hər birinizdən. Sizi hazırlayan müəllimə və eyni zamanda şəhid valideynləri, hörmətli ziyarət iştirakçıları, məndən öncə çıxış edən bütün natiqlərimizin qeyd etdiyi kimi, bizim bugün Azərbaycan xalqının başı uca, alnı açıq gəzməyinin səbəbkarlarının biz bugün ziyarətindəyik. Bəli, Ali Baş Komandanın rəhbərliyi altında bizim igid oğlanlarımızın, bax, hal-hazırda burada Şəhidlər Xiyabanında biz dayanmışıq, bunların sayəsində işğalda olan torpaqlarımız azad oldu və çox gözəl firavan günlərə biz qovuşduq. Allah Teala bütün şəhidlərimizin valideynlərinə, yaxınlarına səbir versin. Allah qazilərimizə can sağlığı versin. Və Allah Teala'dan arzu edək ki, bizim hal-hazırda anım gününü qeyd etdiyimiz Farizin evladının böyük toyunu Allah bizə nəsib eləsin. Atasına, deməli, onun atasının yurdunda yurtçu olsun. Babasının, nənəsinin, anasının nə kimi gözəl gözləntiləri var, Allah onlara qismət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. hörmətli cəmaət. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah onların yaxınlarına səbir versin. Allah Azərbaycanımızı qorusun. Təşəkkür edirəm. Zaten kişi bu. Bugünkü gün yalnız Şəli Farizin doğum günüdür, bir anım günüdür, təbrik edirik. Allah valideynlərinə səbir versin, ölkəmizə əmin-amanlıq, sülh arzulayıram. Allah rəhmət eləsin bütün şəhidlərə. Çox sağ ol, təşəkkür edirəm. Bütün şəhid ailələrine baş sağlığı veririk. Şəhidlərimiz bizi bu Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərdilər. Azərbaycan tarixini qanlarıyla yazdılar və onların bu şücaəti yəqin ki, xalqımız tərəfindən heç vaxt unudulmayacaq. Allah bir daha rəhmət eləsin. Təşəkkür edirəm. Şəhid anası, Güllü xanım buyur. O həkim oldu. Biz onun sayın bilmirik nə qədər əskərlərimizə xilasını. Onlara şəfa verir, onlara yaxın durur, atalıq edir, qardaşlıq edir. Mənim bu özü də böyük baxım. Əfəndim bacım, mən səni səbir edirəm. Axır qəmin olsun. Allah qalan balalarını saxlasın. Bir daha Azərbaycan xalqı müharibə görməsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Valideynlərinə də səbir duyduğunuz. Çox sağ olun, təşəkkür edirəm. Mən həkimləri qeyd elədim, Sam həkim də buradadır. Bu dəstədə, bu komandadadır, bu yığıncadadır. Görürəm. Xəzəngül bacı, sən ağlamağa yaraşmır. Sən qiymətli oğul dünyaya getirmişsən. Xalqa, millətə dəyəri oğul vermişsən. Qoy o an ağlasın ki, ləyaqətsiz, ədəbsiz, cəmiyyətə, millətə xeyri olmayan evlad dünyaya getirib. O analar ağlasın. Sizin ağlamağa haqqınız yoxdur. Siz başda olmaqdan şəhid anaların şərəfinə bir şeir deyirəm. Mən şeir deməyəndə xəstələrlə mənim. Deyir, qəmli baxışların düşür yadıma. Baxışına qurban olma yana. Dar günümdə leysan olub yağmısan. Farizin dar günündə leysan olub yağmısan. Yağışına qurban olma yana. Arzuların görüncə təmizdir. Qayğıların dalğalı bir dənizdir. Qarğış etsən qarğışın da əzizdir. Qarğışına qurban olma yana. Həsrət ilə balanın yollarına baxırdın. Şimşək olub düşməninə çaxırdın. Suva dönüb qənşərindən axırdın. Axşına qurban olma yana. Hazıyam, saçıma ələnsə də dən, yolumu tutsa yenə duman çən. Vətənə qiymətli oğul baxşadın sən. Bugün şəhid məzarı yanında dayanan duruşuna qurban olma yana. Allah sizin gözünüzdən sevinç yaşaxısın. Sən bundan sonra da özünə yaxşı baxmasan ki, onun yadigarını böyütməlisən. Onun yadigarını toyun eləməlisən, ev eləməlisən. Bundan sonra sən mənalı yaşamalısan. Allah səni qorusun. Mən qutardım sözümü. Təşəkkür edirəm. Sağ olun, şaban olsun. Təşəkkür edirəm. Atalarına səbir diləyirik. Allah bütün şəhidlərə rəhmət eləsin. Çox sağ ol, təşəkkür edirəm. Bahar xanım, haradasansa görə bilmirəm səni. Mən hər birinizi salamlayıram. Allah gözəl balamızın yerini cənnət eləsin. Xədicə bacıya, qardaşlar, Allah səbir özünü versin. Allah Taala ağsaqqallığı bundan sonra
Hacılığı, Hacı Mərhəmət Həmişə var olasın. Allah sizin Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Yerdə Allah qalanları Allah. Allah sağ olsun. Çox sağ olun. Buyurun. Rəna xanım buyur. Tədbir iştirakçılarını salamlayıram. Fariz Nəbahəm cəm şəhidlərimizə Allah rəhmət eləsin, yerləri cənnət olsun. Allah ailələrinə səbir versin. Onlar bizim qəlbimizdə yaşayır və yaşayacaq və unutmayaq ki, biz onların bizə əmanət qoyub getdiyi valideynlərə, yavrularına, evladlarına borcluyuq. Allah onlara rəhmət eləsin, yerləri cənnət olsun. Təşəkkür edirəm. Şəhriyar qəsəbə Teşekkür ederim. Ben de her birinizi salamlayıram. Artık bizim zəfər müharibəsindən, vətən müharibəsindən şəhidlərimizin şəhadətə uğramasından 5 il keçir. Amma biz bütün Azərbaycan xalqının şəhidlərimizə olan dərin rəğbətini, hörmətini, onları hər dəfə yaddaşda xatırlamağından görürük ki, eyni zamanda Ali Baş Komandanın, dövlətin, dövlətçiliyin bu şəhidlərə diqqətindən, qayğısından görürük ki, 5 il yox, bundan sonra 10 illiklər, 100 illiklər keçsə də heç vaxt şəhidlərimiz olmayacaq. Bu şəhidlərimizi yalnız bir amal birləşdirir. İllərdir ki, bilirik ki, 30 ildən artıq idi. Torpaqlarımız işğal altındaydı. Bu şəhid olan övladlarımız, gənclərimiz, vətən oğulları o həsrətlə yaşayırdılar ki, biz torpaqlarımızı azad edək. Bəlkə də onların ən böyük arzusu, ən böyük istəyi o idi ki, torpaqlar azad olsun, Azərbaycan xalqı ərazi bütövlüyünü, suverenliyini bərpa eləsin və bütün dövlətimiz suveren bir dövlət kimi dünya dövlətləri arasında yer tapsın və onların o arzuları yerinə yetdi. Bugün doğrudan da Ali Baş Komandanın rəşadətli komandanlığı, bizim güclü ordumuzun Fariz kimi, Farizin timsalında bütün şəhidlərimizin, qazilərimizin səyi nəticəsində artıq biz suveren bir Azərbaycan dövlətində yaşayırıq. Bəzən şəhid analarının, şəhid atalarının dözümünə, iradəsinə, mətinliyinə insan heyran olmaya bilməz. Övlad itirmiş ana, ata yenə də təskinlik tapır ki, balamın qanı yerdə qalmadı və balam torpaq uğrunda, vətən uğrunda həlak oldu və ən ali zirvəyə, şəhidlik zirvəsinə ucaldı. Mən hər bir şəhid valideyninin qarşısında baş əyirəm, əllərinizdən öpürəm. Bura bizim doğrudan da ən müqəddəs ziyarət yerimizdir. O qədər ali zirvəyə ucaldılar ki, bugün həm paytaxtda, həm Respublikamızın bütün şəhər, rayon bölgələrində şəhidlər xiyabanı var və hər bir Azərbaycanlı üçün bu şəhidlər xiyabanı müqəddəs bir ziyarət mərkəzinə çevrilmişdir. Hər birinə Allahdan rəhmət diləyirik. Başınız sağ olsun deyirik, vətənin başı sağ olsun deyirik. Allah qalan övladlarına, qalan valideynlərinə can sağlığı versin. Bundan sonra öz övladlarının xoş günlərini görsünlər inşallah. Allah rəhmət eləsin. Şəhid atası, Vasif buyur. Fariz balamızın rəhmət etmişik. Onun ailəsinə səbir dilirik. Həmin bu balalardır ki, 90-cı illərdə bizim məğlub olan bir dövlət kimi tarixə düşən bir dövlətin 44 gündə həmin şəhidlər aldı və onlar özləri qayıtmadı. Ancaq Şuşanı qaytardılar, Kəndəcəri, Laçını, bütün Azərbaycan torpağını qaytardılar və onlar bizim başımıza göylərə uzatdılar. Biz şəhidlərimizin qarşısında hər vaxtı biz şəhid valideyn olaraq biz onlara borclu qaldıq.
Təkcə biz yox, bütün Azərbaycan xalqı onlara borcludur. Onların verdikləri qanı heç vaxt ödənməz. Allah'tan bütün şəhidlərimizə rəhmət. Amin. Teşekkür ederim. Çok sağ olun. Şehit arasın. Şehit atası. Namaz buyur. Allah yerini cennet versin. Allah balasını saklasın. Bakın da şaptı olsun. Teşekkür ederim. Çok sağ olun. Kabul müəllim. Kim? Buradasan. Buyur. Çox hörmətli tədbir iştirakçıları, hörmətli şəhid valideynləri, hamımızı Şamaxı şəhərində görməkdə çox qürurluyam. Bu xiyabana mən hər zaman gəlirəm, hər zaman ziyarət edəcəm şəhidlərimizi, ümumi şəhidlərimizi. Bəli, Fariz bizim, mənim kursantım, tələbəmiz olur. Fariz əskəri xidmətdən sonra bu yolu seçdi, həkimlik yolu. Yani onda da dedim ki yani Fariz'in bu hərbi bağlılığı böyle valideyninden gelir, valideynin de hərbisi olur. Dedim Fariz əskəri xidmətin dedi ki, Qavil müəllim, biz həmişə vətənin, torpağın keşiyində olmağa hazırız və oxuyub bitirdi, məktəbi, ondan sonra təyinatını aldı, hissəyə, sonra xidmətini dəyişdi, keçdi xüsusi təyinatlara. Yəni Fariz və Fariz kimi şəhidlərimizlə biz həmişə qürur duyuruq, fəxr eləyirik və ruhları qarşısında baş əyirəm bütün şəhidlərimiz. Allah qazilərimizə şəfa versin. Şəhid valideynləri, sizin qarşınızda baş əyirəm. Allah sizə səbir versin, ruhları şad olsun. Valla çox söz demək olar, biraz üzünlü sayın. Şahverdi müəllim, Allah səbirinizi versin. 5 il ötdü, yenə də bizləndir bunlar, qəlbimizdədirlər. Daimi Azərbaycan xalqı yaşadıqca şəhidlərimiz yaşayacaqdır. Bunlar haqqında kitablar, dastanlar, filmlər çəkiləcəkdir və gələcək nəslə bizim borcumuz bunların varlığın, bunların qəhrəmanlığını ötürməkdir və sağ olsun ağsaqqalımız da bu yolda çox yaxşı işlər görürlər, sağ olsunlar. Bir daha hər birinizə təşəkkür edirəm. Hamımızın borcudur şəhidlərimizi yad eləmək, cəmi şəhidlərimizi, Azərbaycan xalqının azadlığı uğrunda, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımıza, hamısının qarşısında baş əyirəm, ruhları şad olsun. Allah Azərbaycanımızı qorusun, Allah Azərbaycan əskərini qorusun, Allah hamımızı qorusun. Və biz həmişə fəxr eləyirik, fəxr eləyəcəyik də. Bunların sayəsində bizim xalqımız bugün dünyada, dünya dövlətləri arasında alnı açıq, başı uca yaşayır, yaradır və yaradacaqdır. Heç vaxt bu şəxslər, şəxsiyyətlər, bu qəhrəmanlar unudulmayacaqdır. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, sağ olun. Teşekkür ederim. Elə dayanmışıq ki, hələ bir 10 saatte bundan sonra bu formada dayanmağa bizim hakkımız da var, imkanımız da var, gücümüz de var şükürler. Hamısını aynı hesapladım. Bak bu bağlarımızı hesapladım. Tədbiriniz devam edir. Məndən xahiş edirlər. Həkimlər sözlərini deyirlər, çıxışlarını etdilər, indi şəhid çəkilməsələr. Buyursunlar bak buradan. Oradan yol verin həkimlər gəlsinlər. Buyursun. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin, eləcə də Fariz qardaşımızın ruhu qarşısında baş əyirik. Biz hər zaman onlara borcluyuz. Allah'tan onlara rəhmət diləyirik. Siz valideynlərə də səbir diləyirik. Allah rəhmət etsin. Vahid müəllim, yaxın gəldi ha. Salam deyirəm mən də. Allah yaxınlıqsa sağlıqlı edəsiniz yolunda. Canları şəhid eləmiş. Bütün şəhidlərimizə rəhmət etsin. Bir də şəhidimiz, həkim şəhidimiz Farizin ziyarət şəhidlərin safında eyləsi bu qədər gözəl sözlər. Əsrlər keçdikcə, illər, aylar keçdikcə onlar haqqında hələ eyləsi sözlərimiz olacaq. Bizə çıxır, onların qəhrəmanları.
eyləsi fikirlərimiz olacaq. Yəni ən gözəl sözlər, ən gözəl fikirlər o şəhidlərimizə yanaşır. Çünki onlar bu günləri bizim bu gözəl havada, bu gözəl məkanlarda keçirdiyimiz tədbirlərin, həyata keçirdiyimiz proqramların, dövlət proqramları, layihələrin birbaşa möhrün vururlar. Onlar bizə şərait yaradıblar. Ona görə də Allah təala onların hər birinə razı olsun. Onlara, ailələrinə səbir diləyirəm. Çünki biz bugün onların yarasına məlhəm olmaq üçün hərə öz növbəsində, hər öz sahəsində onlara güclü olmağı arzulayıram. Və onu demək istəyirəm ki, sizin oğlunuz, sizin övladınız vətən, millət, xalq yolundadır. Yəni, bizim də payımız var. Bu şəhidlərimizdə ki, onlar tək sizin övladınızdır, bizim qardaşımız, bizim balamız, bizim qəhrəmanlarımızdır. Ona görə biz bütün şəhidlərimizlə fəxr etməliyik ki, Azərbaycanda belə qəhrəman oğullar var. Və bura həqiqətən hər dəfə deyirik ki, and yerimizsə, gəlin bu and yerimizdən düzgün istifadə edelim. Burada düzgün cümlələri qura, şəhidlərimiz haqqında heç olmasa öz fikirlərimizi düzgün mənada çatdıraq. Mən neçə tədbirlərdə olmuşam, bunu mən bir irad olaraq bildirirəm, şəhidlərimiz haqqında heç nə danışılmır. Yəni şəhidlərimizin keçdiyi həyat yolunun haqqında heç nə danışılmır. Tədbir keçirilir, möhtəşəm tədbirlər keçirilir, amma şəhidlərimiz haqqında heç bir söz deyilmir. Onun doğulduğu gündən bugünkü aldığı ordenlərlə bağlı heç bir söhbət getmir. Yəni bu da bir bizim mənfi cəhətlərimizdən biridir. Xahiş edirəm, növbəti tədbirlərimizdə şəhidlərimiz haqqında danışılsın. Şəhidlərimizin fəaliyyəti haqqında danışılsın, qəhrəmanlıqları haqqında. Bura cəlb olunsun veteranlar, bura cəlb olunsun qazilər ki, onların can yoldaşları olur. Onlar bilir ki, hansı xidmətlər olur. İndi Cəlilabaddan Cənub bölgəsinə gələn bizim gənclərimiz var ki, Allah onlardan da razı olsun ki, bax, onlar yaxşı mənada danışa bilər ki, bu gün Fariz qardaşımız, Fariz balamız hansı şücaətləri göstərir. Yəni bunu düzgün təbliğ eləmək lazımdır. Yenə deyirəm, bura bizim dildə deməyə and yerimizdir. Burada gəlin çalışaq, düzgün danışaq. Yalanlara yol verin. Təşəkkür ederim. Çok sağ olun. Heç kim burada yalan. Farizə Allah sizdən qəni-qəni rəhmət diləyirəm və eyni zamanda bütün şəhidlərə Allah rəhmət eləsin. Mən Farizin atası Şahverdi qardaşla bir hərbi xidmət qurmuşam. Mən əsgər olmuşam, Şahverdi qardaş mənim komandirim olur. Bir komandir kimi o bizə vətəni sevməyi öyrədirdi, vətənpərvər olmağı öyrədirdi. Şahverdi qardaş Azərbaycan layiqli zabitidir. Bugün mən ona Allahdan səbir diləyirəm. Allah cəm şəhidlərə rəhmət eləsin. Şəhidlər ölməz, vətən bölünməz. Təşəkkür edirəm. Bacım buradadır. Keçən səfər mən elə harda olan orada yanımdadır. Köldəydim İmran qardaşımın yoldaşı. Buradadır, gəlsin bura. Mənim yanımdadır bu yaxında çöldə. Gültekin bacı gəl. Buyur. Hörmətli tədbir iştirakçıları, bugün Fariz balamızın il dönümünə yığışmışıq. Allah hamımızdan razı olsun. Amin. Rayon nümayəndələrimiz, ağsaqqalımız, Axundumuz, gələn qonaqlar, müəllimlər, müəllimələr, şagirdlər. Allah hamımızın köməyi olsun Amin. ki, 5 ildir bizim yanımızdadır. Allah Şahverdi qardaş, Xəzəngül bacı, sizə çoxlu səbir versin. Allah Fariz balamın əmanətin qorusun. Çünki onların gözü balalarında qalıb. Balam 2 müharibədən gəlmişdi. Üzr istəyirəm, bir kəlmə də hanıma gəlib deyəcəm. Orada bir şəhid olmuşdu. Maşını da elə orada qalmışdı. Balam yazıb deyirdi ki, o axırıncı güllə dəyəndə o dedi ki, mənim bir balam qaldı. Çünki onların gözü balalarında qalıb. Allah toysuz balalarımıza da, atasına, anasına sabir versin. Amin. Balası qalanlarım, Allah gəlinlərimizə ağıl versin. Amin. Balalarımız Əsas odur. böyüsün. En çok da Atalarının odur. adına layık evlad olsunlar. Amin. Allah hamımızdan razı olsun. Təşəkkür edirəm. Çox sağ olun, dolğun, düzgün, halal danışığınız üçün. Sağ olun.
Fariz təkcə Ağabeyinin qardaşı deyil, hamımızın qardaşıdır. Bütün xalqımızın qardaşıdır. Allah şəhərdən görsün, Allah səbir versin sizə. Bu şəhərin şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizə rəhmət eləsin. Allah səbir versin. Buyur. Çok çok teşekkür ederim. Adım nedir bağışla? İşte kirip olmuşam. Buyur. Ha, çok sağ ol, Allah canı sağ olasın. Buyur. Bütün şəhidlər Allah rəhmət eləsin. Amin. Atasını anlasın. Başlarına verin ki, belə oldu. Böyüdükdür, başa çəkildi. Atası da hərbiçi olub. İndi də Fat qardaşı hərbiçidir. Allah bütün ordumuzu qorusun. Allah rəhmət eləsin. Qəbirlər nurla Nəcimə. Məkanları cənnət olsun. Həmişə fəxr eləmişik, yenə də fəxr ediyorlar. Teşekkür ederim. Elçinə bir kəlmə şey də. Elçin. Aksu'dan Elçin hele hemşe bizim yanımızda olup. Hani Elçin? Buyur Elçin. Əziz gözəl tədbir iştirakçıları, əziz gözəl şəhid ailələri, hamınızı salamlayıram. Allahın salamı olsun cəmi şəhidlərimizə də olsun. Amin. Fariz balam haqqında çox danışmaq olar. Onlar öz qəhrəmanlığın, öz igidliyin, öz qanı ilə, öz canı ilə bütün dünyaya sübut elədi ki, Azərbaycanın belə ölməz igid qəhrəman oğulları var. Allah hamısını ruhun şad eləsin. Amin. Allah valideynlərinə səbir və dözüm versin. Amin. Allah bizə verdiyi səbir və dözümün milyon qatını, gözünün ağı qarası olan bir evladını, iki evladını vətən yolunda şəhid vermiş valideynlər versin. Taverdi qardaşımıza, Xəzən anamıza da Allahdan bolluca səbir arzulayıram. Amin. Allah hamımıza səbir versin. Çok sağ ol. Çok sağ ol. Teşekkür ederim her birinize. Her birine teşekkür ederim. Şahitler Yaman'dan bir nefer bazımız verdi, kenardan gelmiş. Bizde de ayakta kalmış. Her birine böyle ben deyirəm ay başı. Bas Azerbaycan'a diyende biz ne gayrı yok. Ne vazife alırsa, ne büyünlerini buradan 6-7 kəndin nümayəndəsi dedim hörmətli hacımıza. Hamısı bunların sahasındadır. Ne elirik, ne alırıq, ne toy elirik, hara gedirik. Bak aldığımız atırıqan 90 bunların sahasındadır. Ağlı Başkomandan İlham Əliyevsin bunların sahasındadır. Nehriban xanımın sahasındadır. Bu günlər Şamaxı hörmətli cəmaat inkişafdadır. Şamaxı qurulur, Şamaxı tikilir, siz bunu görürsünüz. Siz bunu bilirsiniz. Mən də bir ağsaqqalınız olaraq deyirəm ki, qoy bilməyən cəmaat da bilsin ki, bugün Şamaxda necə inkişaf gedir. Allah Teala bütün Şamaxı cəmaatını, bütün şəhidlərin atasını, anasını xoşbaxt eləsin, ya Rabbim verir. Amin, amin. Allah bu bağlarımızı cənnətində eləsin. Amin, Allah. Allah Teala hörmətli mənim sağımda deyən hacının o uşağı, oğlu, evladı hərbilədir. Onun da Allah şaman diləsin. Amin, bütün hərbiçilər. Həmişə yanımdadır, sağımdadır. Gecə nə vaxtı zəng elədim, deyir başla. Hara desən, nə vaxt desən başla. Bundan nə göz, nəyin kimi olar? Buna çünki nə yürürüksə, yıxıldıq, yenə durmalıyıq bağlarımıza görə. Allah Teala bu bağlarımızı cənnətində eləsin. Allah Teala sizi xoşbaxt eləsin. Hər birinizə təşəkkür edirəm. Hər birinizdən xahiş edirəm. Mən özüm doğruyam. Bir nəfər kimi Şamaxı Cümə Məscidinin mərasim canına gedər. Buradan bir baş ora. Sağ olun, təşəkkür edin. Sağ olasın. Amin.